Davam edirik əkizlərlə. Görək, üzümüzə gələn həftə əkizlər üçün nələr göstərir, nələr olacaq. Belə, əkizlər üçün dəyişikliklər gəlir. Yəni ki, indiki yoldan fərqli, yeni fürsətlər gəlir həyatına. Yəni ki, indi olduğu kimi olmayacaq. Həyatında bir çox dəyişikliklər olacaq. Gözləmədiyi dəyişikliklər olacaq. Yaxın bir dostundan, güvəndiyi birindən yaxşı bir məsləhət alacaq. Üzünə qapılar açılır, çətinliklər bitir, yeni fürsətlər qarşısına gəlir. Və hədəflər qoyub və hədəflərinə çatmaqda çatacaq. Çünki işdə uğur göstərir. Uğur nərdivanlarını, yəni çox gözəl addımlarla irəli gedəcək. Yəni ki, heç bir bürcdə bu qədər belə gözəl kartlar çıxmamışdı. Bircə dənə səhhətinə nəzər yetirməlidir, diqqət etməlidir. Bir də ailə daxili xırda bir problemlər ola bilər. Amma həyatında dəyişikliklə bağlı, səfərlə bağlı, işlə bağlı çox gözəl gəlir, çox uğurlu gəlir. Gəlin, qəlbində, ürəyində tutduğu bir insan, sevdiyi bir insanın ona qarşı fikri və düşüncələri. Bir kart çəkək. Deməli, qarşındakı insan ona hər zaman dəstək olan biridir. O, həyatında olan bir insan. Ümumiyyətlə, insanların həyatına heç kəs təsadüfən girmir. Yəni, bu bir təsadüf deyildir. Sanki sənə çox belə dəstək olan, fikirlərinə daha da, yəni sənə motivasiya verən biridir həyatında. Yəni, yaxşı düşünür sənin haqqında. Bu belə deyək. Əkizlər bu qədər.